İşimizi devamlaştırırız. Bugün çizlağa 2022 yıl 2. ayının 12. günü. Endiki mavzumunda hürmetli vatandaş, Rusya, Ukrayna uruşı 2. ayının 16. günü başlandı. Germaniya, Rusya matbuatı tilga ilişki başladı. Mavzulu haber 2. ayının 11. gün Venvit orbiti ilan kılındı. Haber mındak başlandı. Germaniya axbaratları aynak haber kılıp mındak görsetdi. Amerika Merkezi Axbarat İdarəsi NATO'ga əza dövlətlərə agahlandırıb. Yeniliklərə asaslanganda Rusiyanın Ukraynaya hücum qilish hərəkəti 2. ayının 16. günü, yəni həftənin 3. günü başlandı deb görsətdi. Amerikada nəşr qılınğan politika jurnali Amerika istihbarat orqanlarının axbaratı boyunca Rusiyanın 2. ayının 16. günü Ukraynaya təcavüz qıldığını dəlillədi. Həm də təsvirləb mındaq görsətdi. Rusiya armiyası Belorusiya çevrası arqılı Ukraynaya raketa bilan zərbə verişi mümkün. Amerika tərəf mətbuat aşkarlığın məzmunlan dəlilləşə halimidir. Amerika tərəf o mətbuatda aşkarlanğan məzmunlanı dəlilləşə halimidir. Yəni bir xəbər. Rusiya, Ukrayna yadro uruşu krizisi örləşkə başladı. Çiğradakı Rusiya atom zəmbirəkləri çoğun 2 şəhərgə hər vaxtdəgidək zərbə verildi. Mavzulu xəbər 2. ayının 11. günü Venvit orbiti ilan kılındı. Haber bundan başladı. Bu haberlerin hamısı qısqa haberlerdir mi? Körüp turğuçular Ukrayna çevrasıga 16 kilometre yiraklıqdaki Vesla-Lopen qışlağıga bevasitə zərbi verəliydi. Yuqarqı zəmbirəklər və qurallar raketalar değişti. Rusiya şu yergi yadro oqi S-7 bölgülük zəmbirəkni, yəni Malka deb ataladığan zəmbirəkni orlaşdırdı. Oqның yetib beriş dairesi 130.000 kişilik nüfusu var. Ukraynanın 2. çoğun şəhri Xarkovqa yetib baralaydı. Bu iş endişe qozğudu. Rusiya ilə Ukrayna oturusundakı ciddi münasibətlə yadro toqunuşuğu elib verişi mümkün. Çət əl mətbuatları mında xəbər qıldı. Rusiya prezidenti Vladimir Putin Qərb dünyası Rusiyanın köngül bölgələrə səl qaraydıqan bolsa, Ukraynanı NATO'ya elib kirdiğan bolsa, yadro uruşu partlaydı deb agahlandırğandan keyin torbitide payda bolğan video filmdə Rusiya armiyasının Ukrayna çevrasıga Rusiyanın atom bomba zəmbirəki deb ataladığan 2 S-7 bölgülük zəmbirəkni uğurlaşdırdı. Rusiya bilan Ukrayna oturusunda yadro uruşu partlaş xətrini aşırıb etdi. Qaş bilan kirpikarlığıda. Yəni bir xəbər. Amerika Kiyev şəhrindən baş elçixanını çekindirib çıxdı. Mavzulu xəbər 2. ayının 11. günü erkinlik vaqt gazetede ilan qılındı. Xəbər mındaq başladı. Amerika əməldarları mındaq aşkarlıdır. Bugün 2. ayının 12. günü Amerika Qoşmuş Ştatları Dövlət Məhkəməsi Amerika'nın Kiyev şəhrində duruşluq baş elçixanasını çekindirib çıxdı. Baş elçixananın bir qism xadimləri Ukraynanın Qərbi Polşa bilan çevrə alındığan tərəflərə çekindirildi. Polşa NATO'ya əza dövlətdir.